Səhərimi dua ilə başlamaq istəyərdim. Sənin adını çağırıram ya Rəbbim, çünki biz bilirik ki, sənin adın bütün adlardan daha ucadır. Biz bilirik ki, sənin adın altında hər bir şey, bu dünyaya məxsus olan hər bir şey ayaq altındadır. Çünki kəlam deyir ki, sən ilanları, əqrəbləri ayağınla tapdalayaraq məhv elədin. Və bu səlahiyyəti sən hər birimizə verdin. Çünki biz sənin ruhun altındayıq. Biz səni özümüzə sipər seçdik. Biz səni özümüzə dayaq seçdik. Biz səni özümüzə güc seçdik. Biz səni özümüzə ya Rəbbim müdriklük seçdik. Biz öz həyatımızda olan hər bir şey, həm yaxşılığı, həm pisliyi sənin ya Rəbbim ayaqların altına gətiririk. Və səndən istəyirik, səndən diləyirik. Bəzən biz səhvlər eləyirik ya Rəbbim və o səhvləri boynumuza almaq istəmirik. Və boynumuza almaq istəmədiyimizin ucbatından bizim həyatımız məhvə doğru gedir. Biz artıq səndən uzaqlaşırıq. Sənin ruhundan uzaqlaşırıq, sənin rahatlığından, o rahatlıq diyarından uzaqlaşırıq. Çünki biz öz mənfəətimizi səndən daha öndə gördük. Biz öz qürurumuzu səndən daha öndə qoyduq. Və bunun üçün də ya Rəbbim, bizim həyatımız, düşüncə tərzimiz, həyat tərzimiz, danışığımız, hərəkətimiz məhvə doğru gedir. Ya Rəbbim, belə insanları sənin huzuruna gətirirəm. Ata Tanrı, səndən istəyib səndən diləyirəm. Bunu yalnız sən edə biləcəksən. Çünki hər kəsin ürəyini bilən sənsən. Çünki hər kəsin düşüncə tərzini bilən sənsən, ya Rəbbim. Hər birimizi sənin huzuruna gətirirəm və səndən istəyib səndən diləyirəm, ya Rəbbim. Biz nəyinsə səhv eləmişiksə, nəyinsə səhv demişiksə və yaxud da səhv hərəkət eləmişiksə, ya Rəbbim, biz tövbə eləyərək sənin huzuruna gəlirik. Tövbə edə bilməyən bacı qardaşlarımızı da sənin huzuruna gətiririk, ya Rəbbim. Və səndən istəyib səndən diləyirik. Rahatlıq diyarına apar onları, ya Rəbbim. Onları bir kənardan göstər. Onların həyat tərzini, onların düşüncə tərzini özlərinə göstər ki, onlar özlərini necə məhvə doğru apardıqlarını görə bilsinlər, duya bilsinlər və bu şər yolundan dönə bilsinlər, ya Rəbbim. Çünki, ya Rəbb, sən onlar üçün öz həyatını çarmıxa verdin. Sən onlar üçün istiraba getdin. Sən bilə-bilə, sən öz canına qıydın, ya Rəbbim. Qanının son damcısına kimi sən onların üzərinə axıtdın ki, onlar bu köləlikdən azad olsunlar. Amma onlar yenə də səndən üstün köləliyi seçdilər. Onlar yenə də səndən üstün öz mənfəətlərini seçdilər. Ya Rəbbim, mən onların əvəzinə sənin huzuruna gəlib və səndən istəyib, səndən diləyirəm. Ata Tanrı, onlar nə elədiklərini onlar başa düşmürlər. Onlar nə ilə yaşadıqlarını özləri başa düşmürlər. Və nə addım atdıqlarını özləri belə bilmirlər. Ata Tanrı, səndən istəyib səndən diləyirəm. Onlara kömək ol, onlara əlini uzat. Onlar istəməsələr belə, ya Rəbbim, onlar sənin evladındılar və sənin onların üzərində hər bir səlahiyyətin vardır və ixtiyarın vardır, ya Rəbbim. Onları özlərini saldığı o çuxurdan onları çıxart, ya Rəbbim. Onlar yazıqdılar. Onlar özlərini məhv eləyirlər. Ondan əlavə olaraq öz ətrafında olanları da məhv eləyirlər, ya Rəbbim. Onları bağışla, Ata Tanrı. Onlar yenə də deyirəm, nə elədiklərini özləri bilə bilmirlər. Qoy sənin huzurun, qoy sənin rahatlığın onların üzərlərində bərqərar olsun. Onların düşüncəsini, onların ürəklərini müqəddəs ruhunla təmizlə, qanunla təmizlə.
Sənin məhəbbətini onların üzərinə bəyan eləyirəm və onlar özlərini saldığı yuxudan oyat, gözlərini aç, onların ürəklərini aç və onlar nə elədiklərini başa düşsünlər. Ata Tanrı, biz heç kəsə heç vaxtı düşmən kəsilmədik. Bəlkə kimdənsə incidik, bəlkə kimdənsə küsdük, amma yenə də səni hər şeydən öndə qoyaraq, ya Rəbbim, hər şeyi unudaraq, yenə də hər kəsə sənin xeyir dualarını tökürük. Qoy sənin göylərinin qapısı hər birinin üzərinə açılsın. Necə ki, sənin kəlamın deyir, bizə nifrət eləyənlərə biz xeyir dua veririk. Bizə şər böhtan atanlara biz xeyir dua veririk. Ya Rəbbim, bizə pislik eləmək istəyənlərin üzərinə göylərin qapısını aç. Xeyir dualarını tök onların üzərinə, ya Rəbbim. Ata Tanrı, heç bir insanın məhv olmağını, ya Rəbbim, biz istəmirik. Qoy sənin məhəbbətin onların həyatında bərqərar olsun. Rahatlıq diyarına girmək üçün onlara kömək ol, ya Rəbbim. Çünki yalnız sən və yalnız sən onlara kömək ola bilərsən. İnsan deyil, insan bugün var, sabah yoxdur. Kəlam deyir ki, insana güvənən lənətlidir. Və biz insanlara güvənmirik. Biz sənə güvənirik. Sənin ruhundan istəyirik, ya Rəbbim. Çünki bizim içimizi bilən sənsən. Bizim niyyətimizi bilən sənsən. Bizim arzu diləyimizi bilən sənsən, ya Rəbbim. Və onun üçün, Ata Tanrı, sənin huzuruna gəlib səndən istəyirəm. Ya Rəbbim, sənə ehtiyacı olan hər kəsə sən özün kömək ol. Sənə ehtiyacı olan hər kəsin, ya Rəbbim, arzu diləyinə sən çat. Sənə ehtiyacı olan hər kəsin, ya Rəbbim, şəfası sən ol. Sənə ehtiyacı olan hər kəsin, ya Rəbbim, məhəbbəti sən ol. Bağışlanmağı sən ol, ya Rəbbim. Azadlığı sən ol, ya Rəbbim. Sənə hər şey üçün minnətdarıq, ya Rəbbim. Sənin gözəlliyin üçün minnətdarıq. Sənin məhəbbətin üçün minnətdarıq, Ata Tanrı. Sən bizim ürəklərimizi daşdaşmağa qoymadığın üçün sənə minnətdarıq, ya Rəbbim. Bizə nifrət eləyənləri sevə bildiyimiz üçün sənə minnətdarıq, ya Rəbbim. Çünki bu bizim sücayətimiz deyil. Bu bizim içimizdə olan sənin ruhundur. Məhəbbətlə dolu, mərhəmətlə dolu olan bir ruhudur. Bunun üçün sənə minnətdaram, ya Rəbbim. Minnətdaram ki, sən varsan. Bəlkə əyri-üyrü, amma sənin kəlamın üzərində, ya Rəbbim, duraraq bu həyatı yaşamağa çalışırıq. Bəlkə hardasa yıxılırıq, bəlkə hardasa səhv eləyirik, amma yenə də sənin ətəyindən yapışıb, ya Rəbbim, səndən istəyib, səndən diləyirik. Sənin huzuruna qaçırıq, sənin ətəyindən yapışırıq. Çünki bilirik ki, sevə biləcək yeganə sənsən. Bizi düzgün yola yönəldə biləcək yeganə sənsən. Sənə hər şey üçün minnətdaram, ya Rəbbim. Həyatımızda var olduğun üçün minnətdaram. Bugün mən sənin adını tutub, sənə dua edə biləcəyim üçün minnətdaram, ya Rəbbim. Sən hər şeydən daha üstünsən. Heç nə sənlə müqayisə ola bilinməz. Sən var olansan. Bugün, sabah və əbədi olaraq sən eynisən. Sən heç vaxtı dəyişmirsən. Sən heç vaxtı dəyişilmirsən. Amma Ata Tanrı, səndən istəyirəm, səndən diləyirəm, ya Rəbbim. Qoy hər kəs rahatlıq diyarına girə bilmək üçün bizə o ürəyi ver. Çünki yalnız məhəbbət dolu ürək, mərhəmət dolu ürək, sənin huzurunda diz çökən o ürək, ya Rəbbim, o rahatlığa nail ola bilir. Sənə hər şey üçün minnətdaram, ya Rəbbim. Halleluya, Ata Tanrı. Halleluya.